Taekvondoçulardan ibarət Azərbaycan milli komandasının təlim məşq toplanışı davam edir. Yığmamız ötən ay Qazaxıstanın paytaxtı Astanada keçirilən Beynəlxalq Qazaxıstan Open turnirində aktivinə bir qızıl və bir bürünc medal yazdırmağı bacarıb. Həmçinin Altay çempionatında da mübarizə aparan komandamız sözügedən yarışda bir gümüş və 2 bürünc medalla yadda qalıb. Toplanışın növbəti mərhələsi üçün iyulun 24-də Çinin paytaxtı Pekinə yollanacaq millimizin baş məşqçisi Məmməd Abdullayev qarşıdakı yarışlarda yüksək nəticə qazanmaq istədiklərini söyləyib. Bu ildən artıq bütün olimpiya xalları sıfırlanıb. İlk İtaliyada keçirilən Grand Prix yarışından Qaşım Magomedov üçlüyə düşərək artıq müəyyən sırada yerini bərpa etmişdir. Bundan sonraki davamiyyət isə biz çalışacağıq ki, idmançılarımızın beynəlxalq yarışda iştirakı ilə bu olimpiya xallarını artıraq və növbəti olimpiya oyunlarına, yəni federasiyanın qarşıda qoyduğu məqsəd odur ki, növbəti olimpiya oyunlarına biz artıq bir neçə idmançı ilə qatılaq. Gördüyünüz kimi komanda 70%-ə qədər cavanlaşıb, artıq cavan komandadır. Bəzi bizim köhnə təcrübəli idmançılarımız aralarında var. Qaşım Magomedov kimi, Cavad Ağayev kimi, Minayə Əkbərova kimi. Qalan idmançılarımız isə cavan, yeni keçmiş idmançılardır. Və çalışırıq ki, ən böyük, ən ağır hədəfləri biz keçək. Qeyd edək ki, Pekində baş tutacaq təlim məşq toplanışına avqustun 8-də yekun vurulacaq.